İnsan övladı, insan olaraq bu dünyada mütləq xidmət edəndir. Mütləq. Yəni, insan övladı bu dünyada xadimdir, xidmətçidir. Sadəcə olaraq baxır, kim nəyə xidmət edir? Nəyə? Və ya kim kimə xidmət edir? Amma mütləqdir ki, hər kəs xidmət edir. Və İbn-i Qeym Rahiməhullah da deyir ki, o xidmət ki, səni Allaha yaxınlaşdırmırsa və ya dünya naminə o xidmətin sənə bir faydası yoxdursa, o xidmət faydasız, boş, mənasız bir xidmət sayılır. İki şey qeyd edir. O xidmət ki, ya səni Allaha yaxınlaşdırmalıdır, ya da o xidmət ki, dünyalıq sənə nəysə qazandırmalıdır. Əgər bu ikisindən biri ən azından və ya hər ikisi də yoxdursa, o xidmət faydasız, zay bir xidmətdir. Məsələn, misal üçün, siqaret çəkmək xidmətdir ya yox? Bədənə xidmət edirsən də, dırnaq arası xidmətdir. Ona görə biz bayaqlar dedik, qəlbdir ya yox? Qəlbdir, amma ölü qəlbdir. Elmdir ya yox? Elmdir, amma faydasız elmdir. Bu da xidmətdir. Elə bir xidmətdir ki, bu xidmət nə səni Allaha yaxınlaşdırmır, nə də ki, dünya adına sənə bir faydası yoxdur. Yəni, bir adam siqaret çəkirsə, misal üçün, bu boş bir əməldir. Bu əməl nə onu Allaha yaxınlaşdırmır, nə də dünyalıq o əməlin o adama heç bir faydası yoxdur. Və bu da 9-cudur.